Adamın biri çıxır Quranı yandırır. Nə itirirsən ki? Düzdür? Bütün Quran nüsxələrini yandırsalar, bir şey itirirsən? Quran müsəlmanların, möminlərin harasındadır? Sinələrindədir. Yer üzərində ikinci belə bir kitab varmı ki, insanlar onun başından sonuna qədər əzbərləməyə cəhd eləsinlər? Yoxdur vallahi. İkinci belə bir kitab yoxdur ki, insan otursun, desin ki, mən bu kitabı başından sonuna, mənaca yox ha, yəni mənasını elə belə, Allah burada nə demək istəyib, ümumi gəlim danışım, yox. A'sından Z'sinə qədər, hərəkəsinə qədər, uzatmasına qədər, qardaşım, uzatma bilirsən nədir? Uzatma. Adam təcvidlə uzatmasına qədər Qur'anı başından sonuna sinəsində gətirib. Allah bu kitabı səhifələrdə yox, insanların sinəsində qoruyub. Bütün Qur'anı ortadan qaldırmağa qərar versələr. Desələr ki, bundan sonra müsəlmanlar Qur'an özü görməyəcəklər. Qur'an müsəlmanların sinəsindədir. Gündə araşdırma eləyin. Görün nə qədər insan Qur'an hafizi olur. Bir hərəkəsini dəyişmədən, bir uzatmasını dəyişmədən. Bu məgər möcüzə deyil? Peyğəmbər sallallahu aleyhi və səlləm oxuma yazma bilmədiyi halda müşriklərin önünə çıxır. Təsəvvür elə oxuma yazma bilməyən. O müşriklər ki, ərəb idilər, şair idilər. Onların işi şeir yazmaq idi. O toplumun qarşısına çıxır, deyir ki, əgər dediklərinizdə doğrusunuzsa, Allah ayə nazil edir. Mənim gətirdiyimin bir bənzərini gətirin, deyir. Təsəvvür elə oxuma yazma bilməyən bir adam, şair olan, şeir yazan, bununla iç-içə olan bir ərəb toplumuna çıxır, meydan oxuyur. Bu meydan oxumasının səbəbi nədir? Allahdan başqası ola bilər. Bu gücü özündə hiss etməsini, bu əzəməti özündə hiss etməsinin səbəbi nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm 2 nəfər, düzdür? 2 nəfər qalıblar, hardan? Mağarada. Üçüncüləri yoxdur. Və bütün müşriklər düşüblər Muhammədi öldürməyin arxasınca. Yəni Muhammədi öldürəcəyik. Bir dənə Muhammədi tapsalar, öldürsələr, bütün Muhammədin iddia etmiş olduğu şeylər ortadan qalxır. İnsan, yalan danışan insan, haşa, narahat olur da, düzdür? Qəlbi sıxılır, qəlbi daralır, dünya başıma yıxıldı deyir. Öz yanında olan adama sönür, deyir ki, Abu Bakr radiyallahu anhuya, la təhsən, innallaha ma'ana. Üzülmə, Allah bizimlə bərabərdir. Yəni bu arxayınçılığı Allahdan güc almayan bir insan deyə bilər, Allahdan vəhiy almayan bir insan belə rahat ola bilər. Dünya düşüb mənim arxamca. Mən gəlib sığınmışam bir mağaraya. Sahabə deyir ki, vallahi deyir, onların deyir, başlarını belə eləsəydilər bizi görəcəkdilər deyir. Ayaq barmaqlarının ucundaydıq deyir. Ayaq barmaqlarının ucunda. Başlarını aşağı indirsəydilər bizi görəcəkdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm, üzülmə, Allah bizimlə bərabərdir. Bu rahatçılıq, bu qəlbin mütmainliyi ancaq Allahdan güc alan, Allahdan qüvvət alandan başqası tərəfindən ola bilməz. İndi bu Quran haqqında dediyimiz qısa olaraq, indi mən çox uzatmaq istəmirəm, 2-3 kəlmə dediyimdir. Qur'anın möcüzəsindən danışmağa çalışsaq, Qur'anın möcüzələrini, Qur'anda olan məsələləri incələməyə çalışsaq, yoxdur vallahi, eşi bənzəri yoxdur. Yəni başqa bir kitab, başqa bir şey Qur'anın içərisində möcüzə ilə doludur. Kim axtarmaq istəyirsə, kim tapmaq istəyirsə, çox yox, 10 dəqiqə, 15 dəqiqə Allahın ona nələr verdiyini, necə xəlq etdiyinə baxsa, rahat bir şəkildə Rəbbini tapacaq və ondan da ayrıla bilməyəcək.